Xəlçə xanım, salam. Salam Rejəm müəllim. Yaxşısınız inşallah. Yaxşıyıq, Hər şey təşəkkür. Siz yaxşıdır. necəsiniz? Minnətdaram, mən də yaxşıyam. Birinci çəkilişimiz məncə pis olmadı. Yaxşı. Reaksiyalar yaxşı idi. Amma xahiş edək ki, əgər əlavə sualları varsa, Sual yazsınlar, cavablayaq. Növbəti bildiyimiz çəkilişlərə qədərilə. kömək olsun. Amma bunu da artıq bilirlər yəqin izləyicilərimiz ki, biz hələ də təzəyik, xamıq. Yavaş-yavaş öyrənməyə çalışırıq. Əsas məqsədimiz nədir? Sualları cavablandırmaq. Bəli, əsas niyyətimiz odur, məqsədimiz odur ki, suallara cavab tapaq. Bugün otaqlarımızdan birinə çəkiliş elədik, sinif otaqlarımız. Hətta bugün bir dəyişiklik oldu, mənə kofe də verdilər. Təşəkkür edirəm. Keçək mi suallara? Xoş olsun. Bəli, keçək. Sualımızın biri ən çox valideynləri maraqlandıran budur ki, düzgün planlama ilə şagird bir ilə nəticə əldə edə bilirmi? Düzgün planlama ilə bəli, şagird bir il nəticə, hətta bir ildən də az müddətdə nəticə əldə edə bilir. Yetər ki, riyaziyyat bazası, çünki göstərə bilirsiniz, təməl riyaziyyat bazasıdır. Riyaziyyat bazası uşağın yaxşı olsun, tələbənin. Biz zaten kursa tələbə gələndə də əvvəlcə bir ölçüm edirik. Yəni, indiki səviyyəsini müəyyənləşdiririk ki, uşaq indiki hansı səviyyədədir. Sonra bir ay, 2 ay dərs və hər ay sınaq imtahanları, onun artım tempini izləyirik. Ondan sonra əlimizdə real bir nəticə öyrənmək olur ki, uşaq nə qədər müddətə, nə qədər balı yığa bilər. Amma birdən də az müddətə nəticə göstərən tələbələrimiz var. Bunların elə biri Sumqayıtda Süleyman çox yaxşı nəticə göstərir. 486 bal yığdı. İndi də 500 bala oynamaq istəyir. Həm də Türkiyə burslarına müraciəti ilə getdi. Xeyirli olsun. Xeyirli olsun. İnanırıq ki, alacaq istədiyi nəticə və bursu da qazanacaq deyə düşünürəm. Başqa uşaqlar da olub praktikamızda. Bəli. Xatırladıqlarınızdan Var. Banu Çiçək var idi. Gələndə ilk dəfə sinifdə köklü ifadəni yaza bilməmişdi, ağlamışdı. Amma sonra maşallah deyilmi? Çox əzmkarlıqla. Çox heç stres etmədi o uşaq. O qədər iradə ilə. Sonra yaddaşda qalan uşaqlardan Ayçiçək var idi səhvətin. Ayçiçək idi, bəli, Ayçiçək. O qız da yaddaşında biraz sıxıntı vardı, zəif idi yaddaş. Amma dayanmadan o qızın bir dəqiqə belə, yəni əlindən kitab düşmürdü. Hamı tənəffüsdə nəsə eləyəndə o mütləq o kitabda oxuyur, yazır, pozur ki, yaddaşına daha yaxşı həkk olsun. Görürsünüz necə yadımızda qalıb bu uşaqlar. Çünki özlərinin qeyri-adi belə bir yanaşmaları var idi, istəkləri var idi. Bir də bizim dediklərimizə də çox rahat yatırdılar. Bəli. Valideynlər də sağ olsun, əməkdaşlıq qəşəng idi. Valideynə nə deyirdik, uşağa nə deyirdik, hamımız bir yerdə, yəni bir plan əsasında o deyirləri düzgün planlamaq. Düzgün planlama tək bizdə olan bir şey deyil. Təbii ki, valideynin özünün yanaşma tərzi, eyni zamanda uşağın özünün əzmkarlığı və plan yolu ona görə də onlar daha yadda qalır. Daha yadda qalırlar həmin uşaqlarla. Düzdür, ondan da başqa uşaqlar var. Sadəcə onların özlərinin belə şəxsi keyfiyyətləri önə verdiyinə görə adamın yadında qalır. Həqiqətən çox maraqlıdır. Baxıyorsunuz, həmin uşaqlar necə yadımızda qalırlar. Halbuki biz 2008-ci ildən bu işin içərisindəyik, fəaliyyət göstəririk. Artıq 2008, 2026, 18 illə yaxındır ki, işin içərisində çoxlu tələbə gördük. Hələ maşallah davam edirlər, sağ olsunlar, yanımızdadırlar. Dediyim kimi, riyaziyyat bazası çox əhəmiyyətlidir uşağın. Riyaziyyat bazasının güclü olması bizim uşağın tez bir zamanda YÖS-dən istədiyimiz balı almağına kömək göstərə bilir. Əgər yox, baza zəifdirsə, biz birbaşa YÖS proqramına başlatmırıq zaten. Müəyyən qədər bazanı gücləndirib, ondan sonra YÖS-ə başladıq. Odur ki, bir ilə də almaq nəticə olur, daha tez müddətdə nəticə almaq olur. Bu, əlbir işləmənin nəticəsindədir. Bəli. Tələbənin iradəsi, əzmkarlığı, əhəmiyyətli təbii bizim müəllimlərin fəaliyyəti, uğurlu fəaliyyəti və siz idarənin düzgün yol göstərilməsi. Təşəkkürlər. İkinci bir sualımız da var. YÖS balı yüksəkdirsə, nəticə yüksək gəlibsə, şagirdlər, məsələn, belə deyək, 500 üzərindən 500, 495, 493. O zaman valideyn fikirləşir ki, yəqin ki, ödənişsiz təhsil olacaq. Çünki yüksək bal nə qədər çox olsa, universitetdə oxumaq ödənişsizdir. Universitetə əvvəl gəlin belə baxaq. Türkiyə universitetlərini iki yerə bölək. Vakıf universitetləri dediyimiz özəl universitetlər və dövlət universitetləri.
Vakıf universitetlərinə yüksək bal yığmaqla müəyyən qədər təqaüd almaq imkanı olur. Yəni 50%, 75%, 80%, 25% endirim ala bilirsən və orada onun üçün oxuya bilirsən. Amma bu ancaq universitetin təhsilatına aid olur. Yataqxanasıdır, geyimidir, ərzağıdır, bunlara aid deyil. Dövlət universitetlərində isə bunun yolu ancaq burslara müraciət etməklə keçir. Yəni dövlət universitetdə sənə onsuz da 500 bal yığsan belə endirim vermə hüququ yoxdur. Onun çünki rəsmi bir qiyməti var. Amma deyək ki, əlavə proqramlar var. Bizim dövlət proqramımız var xarici təhsil üzrə və Türkiyə bursları. Türkiyə bursları var. Bunlara müraciət edərək onlardan bu haqqı əldə etmək olur. Təqaüddür, universitetin pulsuz olmasıdır, yataqxananın verilməsidir, aylıq cib xərcinin verilməsidir. Bu da fevral ayının 20-sinə qədər bu dəqiqə Türkiyə bursları müraciətləri davam edir. Hə, bəzən uzadırlar vaxtları, amma heç kim arxayınlaşmasın. Bilsinə ki, 20-si gün, son gündür. Onun üçün Türkiyə burslarına müraciət etmək istəyənlər mütləq 20-sinə qədər müraciət işlərini bitirsinlər. Amma hə, yüksək bal yığmaq, məsəl üçün, mən Hacetdə bir tipdə oxumaq istəyirəm. Bu, artıq 500 bal yığmaq onu qarantlamaq deməkdir. Amma burs qarantlamaq demək deyil. Tamam. Yəni 500 bal yığsa da belə, zaten onsuz da universitetin illiyini ödəməlidir. Əgər burs qazanmayıbsa, bəli. Burssuz ödəməlidir. Bəs olur ki, dediyimiz kimi, yəni bu özəl universitetlər var ki, onlar məsələn yüksək nəticəyə önəm verirlər. Təbii ki, 500 bal... Yəni endirim edə bilirlər. Endirim edə bilirlər. Həqiqətdir ki, onlar həm SAT-sindən, həm TRY-sından, həm DİM-in balından, yüksək balına müraciət edəndə... Təkcə YÖS-dən yox, digər proqramlara da digər proqramlara da müraciət edəndə onlardan bəlli bir endirim alma şansına sahib olursunuz. Düşünə bilirsinizmi? Yüksək bal yığılsan, Qoç kimi universitet sən 100% burs qazanmışsan, pulsuz oxuma əldə eləmişsən və bu da... Yaxşı bir şeydir. Çox yaxşı bir şeydir. İllik 30 min, 40 min dollar olan universitetlərdir bunlar. Bir tələbənin o ödəməkdən azad olmağı deməkdir. Həm ailə üçün böyük bir dəstəkdir, həm də uşağın özü üçün böyük bir uğurlardan biridir. Keçən elə bu suala bənzər sual var, yəni belə deyim, bir yaxındır, keçid eləyək ona. Xarici tələbələr üçün Türkiyədə təqaüdlü təhsil proqramı varmı? Ona bir qismən cavab verdiniz ki, bəli, YTB proqramı var. YTB haqqında bir qısa məlumat verək. Buyurun, siz o məlumatı verin, olar mı Xəzri xanım? Zaten bu dəqiqə Sumqayıtdan əmri işlərlə məşğulsuz. Tələbələrimizin Türkiyə burslarına müraciət mərhələsindəsiniz. Buyurun, sizə eşidək. Tamam, YTB proqramı belə deyək, sırf Türkiyə üçündür, Türkiyə universitetləri üçündür. Onun şərtləri var, özünün müəyyən qaydaları var. Qeydiyyat vaxtı fərqlidir. Türkiyə universitetlərinin qeydiyyat vaxtından belə deyək, yəni bəzən ola bilir ki, yanlış bir məlumat olsun ki, TRY-yə başvuru eləyəndə YTB-yə də başvurmaq olur. Yox, fərqli vaxtlarda qeydiyyatlar gedir. Hal-hazırda məsələn TRY-nin qeydiyyatı 3 fevralda bitdi, amma YTB-nin qeydiyyatı 20 fevrala qədər davam edir. Onun şərtləri də fərqlidir. Kimlərin ki, yüksək nəticələri var, İstər 11-ci sinif şagirdləri, istər də 11-ci sinif bitirmiş şagirdlər, belə deyək, məzunlar müraciət eləyə bilərlər. DİM balı yüksək olan da ola bilir, SAT balı yüksək olan da, YÖS-dən də yüksək nəticəsi, hətta Respublika fən olimpiadalarında yer tutan tələbələr. Keçən il çox yaxşı nəticə oldu, fən olimpiada uğur qazanan uşaqlar, bəli. Yəni, onlar üçün müraciət etmişdik, uğurla da nəticələndi, qəbulları gəldi. Yəni, fərqi yoxdur. Bir şagirdin təkcə bilik qiymətləndirilməsi yox, elə bacarıqlarına da üstünlük verilir. Bu idman sahəsi də ola bilər, musiqi sahəsi də ola bilər, rəsm sahəsi də ola bilər, heç bir fərq yoxdur. Yəni, yetər ki, şagirdin öz üzərində işləməsi, onun yüksək nailiyyətləri, nəticələri, bacarıqları varsa, müraciət edə bilərlər. Hər bir kəs müraciətdə. Amma bunu da deyək, müraciət etmək demək, sizin qəbul olmanız demək mənasına qarantiyası deyil. Bu mərhələdir. Müraciətə açıq. Ümumi mərhələdir. Ümumi mərhələ birinci mərhələ müraciətdir. Sonra özlərinin imtahanları keçirdirlər və üçüncü mərhələ mülaqat, üzbəüz görüşmə. Yəni, bu mərhələ hamısına bir hazırlaşmaq lazımdır ki, uğurlu əldə edəsin. Proses hardasa 5 ay, rahat 6 ayacan gedir. Gedir. Çünki qeydiyyatdan sonra dəyərləndirmə.
dəyərləndirmədən sonra imtahandan sonra mülaqat, yəni bir vaxt aparan bir şeydir. Haqlıdırlar da, yəni Təbii ki, adam mərhələ dövlət keçir. olaraq böyük bir məbləğ ayırır bir tələbə üçün. Yaxşı tələbə seçməsi, həm də oxuyub rahat bitirə bilsinlər universitetləri və uğurlarına uğur qata bilsinlər. Bu normal bir proses, normal bir prosedurdur ki. Başqa sual əgər izləyicilərdən varsa, rahat bir şəkildə yaza bilər. Qonağımız da ola bilər. Ha, buyursunlar, gəlsinlər bir çayımızı içsinlər deyək o zaman. Olar, qonağımız olsunlar. Təşəkkür edirəm, çox sağ olun. Təşəkkür edirik, sağ olun.